Salam, bu gün mən sizə bağlayıcı mövzusundan 10 dənə sual izah eləməyə çalışacağam. Burada 10-cu suala baxırıq. 10-cu sualda deyir ki, hansı cümlədə dadə bağlayıcı kimi işlənmişdir? Birinci cümləyə baxırıq. Bu bir ayda o qocalmışdı. Əgər dadə zaman bildirən sözün üzərinə qoşularsa, onda bu həmişə zərf bildirir. Onca A variantı, daha doğrusu birinci cümlədə ayda olacaq zərf. İkinci cümlədə Hacı Əhməd də, yəni qəzet almış Hacı Əhməd də. Burada Hacı Əhməd də artıq bağlayıcıdır. Sonra üçüncü cümlədə isə bu kitabı bir oxu da, kimi gözlərsən, burada ədatdır. Meriş bala gəl çıx da, burada yenə ədatdır. Əmr ədatlarıdır bunlar. Sonra mən də sizin kimi qəribü zaram. Burada isə bağlayıcıdır. Cavab 2 ilə 5 Y variantı olur. Sonra 11-ci sualda dadənin bağlayıcı kimi işləndiyi cümləni müəyyən edin. A variantında biz Ayazda, şaxtada, təbiətdə üz-üzə gəlirik. Bayaq dedim, yenə də deyirəm, əgər dadə zaman bildirən sözün üzərinə qoşularsa, bu həmişə zərf bildirir. Onca burada olacaq A variantında Ayazda, şaxtada olacaq zərf. B variantında küçələrdə Çinar, vərəs, palıd da əkək. Burada artıq bağlayıcıdır. Orada dadə. Sonra C variantında muğanın dərdi elə su dərdidir də. Burada yenə əmr ədatıdır. Sonra D variantında toplanışda bütün məsələlər həll edildi. Toplanışda harada? Əgər dadə, yəni burada sual veririk. Əgər dadə sözün tərkibində qalırsa, onda bu yerli hal şəkilçisidir. Toplanışda harada? Gördünüz, orada dadə sözün tərkibində qaldı. Ona görə orada olacaq yerli hal şəkilçisi. Y variantında isə yat da, bala, burada artıq əmr ədatıdır. Orada cavabımız oldu burada B variantı. Sonra 12-ci sualda deyir ki, hansı cümlədə dəyişiklik etmədən və bağlayıcısının yerinə ilə bağlayıcısını da işlətmək olar. Yəni burada demək istəyir ki, və bağlayıcısını silib yerinə iləni qoysaq cümlə uyğun gəlməlidir. İndi ona baxmalıyıq. A variantında deyir ki, onun baxışında ilə, yəni burada vəni silib yerinə iləni qoyuruq. Onun baxışında ilə səsində təravətli, mehriban bir ifadə var. Bu cümlə uyğun gəlmir. Yəni A variantı olmur. Sonra B variantında mən sizin birlik, səadət, qələbə bayramını təbrik edir ilə sizə uğurlar arzulayıram. Burada da yenə uyğun gəlmir. Sonra mən pianonu yoxlamadan oynaq ilə həyəcanlı bir vals saldım. Burada yenə olmur. Sonra D variantında isə hava ilə su insanın sağlamlığının əsasıdır. Burada düzdür. Yəni burada uyğun gəlir. Yəni vəni silib yenə iləni qoyanda hava ilə su deyə bilirik. Burada cavabımız elə D variantıdır. Y-də də deyir ki, Nigar bağçaya inib havasını dəyişdi ilə bulaqdan su içdi. Burada yenə olmur. Cavabımız oldu orada D variantı. Sonra 13-cü sualda deyir ki, birində tabiilik bağlayıcısı işlənmişdir. A variantında bağlayıcımız cah-cahdadır. Cah-cahda tabisizlik bağlayıcıdır. B variantında amma var orada bağlayıcımız. Amma bağlayıcısı tabisiz bağlayıcıdır. C variantında və var orada. Və də tabisiz bağlayıcıdır. D variantında hərcah var. Hərcah tabiilik bağlayıcısıdır. Y variantında isə ümumiyyətlə bağlayıcı yoxdur. Yəni ona görə orada oldu cavabımız D variantı. Sonra 14-cü sualda birində mürəkkəb bağlayıcı işlənmişdir. A variantında həmçinin də orada bağlayıcımız, həmçinin sadə bağlayıcıdır, mürəkkəb deyil. B variantında amma var, amma da sadə bağlayıcıdır. C variantında halbuki var, halbuki mürəkkəb bağlayıcıdır. D variantında çünki var, çünki sadə bağlayıcıdır. Y variantında əgər var, əgər də sadə bağlayıcıdır. Ona görə orada oldu cavabımız C variantı. Halbuki orada bağlayıcıdır və mürəkkəb bağlayıcıdır. Sonra 15-ci sualda hansı cümlədə bağlayıcı
cümlə üzvlərinə bağlanmışdır. A variantında deyir ki, azadlıq xurma deyir ki, yetişməsini gözləyəsən. Burada cümlələri bir-birinə bağlayır. Orada bağlayıcımız da çidir. Çi bağlayıcı cümlələrə bağlayır. Sonra B variantında mükəmməl nəzəriyyə ilə zəngin təcrübə uğurlu əmələ çevrilir. Burada ilədir bağlayıcımız və burada isə tamamlıqları bir-birinə bağlayır. Yəni cavabımız oldu B variantı. Sonra C variantına deyir ki, təbiət incəsənətinin əbədi nümunəsi, insan isə təbiətin ən mükəmməl əsəridir. Burada isə yenə cümlələri bir-birinə bağlayır. Sonra D variantına deyir ki, ölmək yaşamaqdır, amma sərsəm yaşayış ömrə yamaqdır. Burada isə olacaq, yenə cümlələri bir-birinə bağlayır. Burada amma da bağlayıcımız. C variantında isə isəydi orada bağlayıcımız. Y variantında isə əgər asudəlik istəyirsənsə, vaxtını hədər itirmə. Burada yenə cümlələri bir-birinə bağlayıcı. Ona görə də olacağımız B variantı. Sonra 16-cı suala deyir ki, klasteri hansı fikrə tamamlamaq olmaz? Bağlayıcı nə tiksələrindən biridir? Biz bura səhv olanı seçməliyik indi. Çünki olmaz deyir. A variantına deyir ki, sözlərə qoşularaq müəyyən mənaçalar yaradar. Elə burada cavabımız A variantıdır. Sözlərə qoşularaq müəyyən mənaçaları yaradan netiksəmiz qoşmadır. Bağlayıcı isə sözləri, cümlələri bir-birinə bağlayır. Burada elə olacaq, elə orada A variantı. Sonra 17-ci sualda sual işarəsinin yerinə yazıla bilən fikri müəyyən edin. Həmçinin hətta bunlar tabelik bağlayıcıdır. Sonra daha doğrusu tabelik bağlayıcısı deyil. Yəni həm tabesiz bağlayıcıdır. Sonra hər biri amonimlik yarada bilir. Bu da səhvdir. Cümlə bir-birini əvəz eləyə bilir. Bu düzdür. Mürəkkəb bağlayıcıdır. Yox, üçü də sadə bağlayıcıdır. Həmişə özündən sonra vergül qoyulur. Yox. Onca burada olduğu cavabımız C variantı olur. Hər cümlələr bir-birini əvəz eləyə bilirlər. Sonra 18-ci sualda Eyler-Venn diaqramının kəsişməsində verilə bilməz. Və ilə vergüllə əvəz oluna bilir. Bu düzdür. Sonra tabesiz bağlayıcılarda düzdür. Mübtədalar və tamamlıqlar arasında işlənir. Bu da düzdür. Birləşdirmə bağlayıcıları da düzdür, amma həmişə bir-birini əvəz eləyə bilmirlər. Bəzən eləyirlər, bəzən eləyə bilmirlər. O görə cavabımız oldu Y variantı. Sonra 19-cu sualda burada 19 çox da görsənməyib. Məncə burada deyə bilər ki, hansı cərgədə bağlayıcı elə bil bağlayıcının yeri səhv verilib. Yəni indi biz A variantına baxırıq. A variantında deyir ki, biz qələbəyə inanırıq, çünki ordumuza güvənirik. Burada çünki səbəb bağlayıcısıdır. Bu düzdür. Yəni bu bağlayıcı haqqında bir şeydirsə, yəqin ki, burada bağlayıcıları verib, biz burada tapmalıyıq ki, hansı bağlayıcı düzgün verilməyib məncə. Sonra çünki o birislərinə baxdım, o birislər düzgün gəlir, bir dənə Y variantı uyğun gəlmir. Ona görə, yəni dedim bəlkə belə olar. Sonra B variantında isə nə də var? İnkarlıq bağlayıcısıdır. Bax bu da düzdür. Sonra C variantında ki var ki, tabelik bağlayıcıları. Bilirsiniz ki, ayrılaşdırma bağlayıcısı 2 dənə var. Həm tabeli də var, həm tabesiz də var. Tabelik ayrılaşdırma bağlayıcısı ki beləkidir, amma tabellik daha doğrusu üzr istəyirəm, qarışdırdım. Burada yəni ayrılaşdırma bağlayıcısı 2 dənə var. Tabellik bağlayıcılarında, tabellikdə ki beləkidir, amma tabesizlik isə yəni məsələndir. Sonra D variantında amma var, amma qarşılaşdırma bağlayıcısıdır. Y variantında həm də var. Həm də bölüşdürmə bağlayıcısı yox, qarşılaşdırma bağlı. Daha doğrusu iştirak bağlayıcısıdır. Onda demək ki, düz, yəni
təsəvvür eləmişik. Yəni burada cavabımız olur Y variantı. Çünki o birislərində gördüyünüz kimi düzdür, amma bir dənə Y variantı səhvdir. Burada sonra 20-ci suala baxırıq. Hansı bağlayıcının yeri yazılışında səhv var? Birinci cümlədə qorxmuram, ona görə də burada dadə ayrı yazılmalı idi. Bitişik yox. Ona görə elə bir səhvdir. İkinci cümlədə deyir ki, hərçənd burada t yox, d olmalı idi. İşte 2 də səhvdir. Üçüncü cümləyə baxırıq. Bu düzdür. Sonra 4 də düzdür. 5 də düzdür. Ona görə oldu burada 1 ilə 2 səhvdir. Bu qədər. Gələn dərslərimizdə görüşənədək. Sağ olun.